Bir daha hoş gördük uşaqlar. Bugünkü dersimizin adı tənasübdür. Qeyd edin zəhmət olmasa. Dersin adını yazın. Nəyi yazın deyəndə yazacaqsınız. Məni dinləyin deyənə dinləyəcəksiniz. Yaxşı mı? Amma mən danışa üzüm yaz tahtasına olanda qətiyyən nəyisə köçürtməyə çalışmayın. Bütün diqqətinizi verin. Mənim izahlarıma diqqətlə qulaq asın. Yazmağı orada olacaqda hazır. Evdə də oturub yaza bilərik. Yaxşı, diqqətlə qulaq asın. Tənasüb nədir uşaqlar? Biz keçən dərs nisbət keçdik. Nisbət nə idi? Bölmə əməli. Hansısa ədədin digər ədədə, hansısa kəmiyyətin digər kəmiyyətə nisbətini tapırdıq. Neçə dəfə çox, neçə dəfə az olduğu nisbət deməkdir. İndi keçirik tənasüb. Tənasüb nədir? Tənasüb. Xəttim oxuyabilirsiniz de inşallah. Ayın neçəsidir bugün? 17, 10, 2025. Tamam uşağım. Tənasüb. İki nisbətin bərabərliyinə tənasüb deyilir. Nisbətin bərabərliyi nə deməkdir? A bölünsün B bərabərdir C bölünsün D. Və ya A bölünsün B bərabərdir C bölünsün D. Yəni iki dənə elə bölmə əməli var ki, cavabları bir-birinə nədir? Bərabər. Məsələn, deyirəm ki, 25 bölünsün 5. Və bir də deyirəm ki, 15 bölünsün 3. Hər ikisinin cavabı nədir? Amma baxın, ədədlər fərqlidir. Mən də burada fərqli hərflər, amma nə dedim? Onların alındığı cavablar, qismətlər bir-birinə nədir? Bərabər. Ona görə deyirlər ki, iki nisbətin bərabərliyinə nə deyilir? Tənasüb deyilir. Mən tənasübü nədən bilərəm ki, bu doğru tənasübdür, yoxsa tənasüb deyil? Yəni, yanlış yazıdır. Nədən bilərəm? Bax, uşaqlar, bu yazını bura yenidən yazıram. A böl B bərabərdir, C bölünsün D-yə. Burada bu bərabərin düz yanında olan iki ədədə B və C-yə deyilir orta hədd. Bunlara isə deyirlər kənar hədd. Qulaq asın, çox maraqlı dərsdir. Maraqlı tənliklər həll edəcəksiniz bu mövzunu. Yaxşı öyrənin. İndi qabaqda özümdə tapşırıqlar verəcəm sizə. Xassə yaradırıq. Tənasübün əsas xassəsi qayda belədir. Tənasübün əsas xassəsi nədir? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. İndi xassəni yazıram, burada dediyimi burada ifadə edirəm. Nə dedim? Kənar hədlərin hasili, yəni A vurulsun nə? D bərabərdir. B vurulsun C-yə. İndi bura baxın Zəhra. Həqiqətən də 5-i 15-ə vuranda neçə eləyib? 75. 25-i də 3-ə vuranda neçə eləyib? Gördünüz? Necə maraqlıdır. Deməli, bir ifadənin tənasübün, daha doğrusu nisbətin, iki nisbət belə veriləcək A, B, C, D variantları. Sənə deyər, hansı variant tənasübdür? Sən o dəqiqə nə edərsən, Yusuf? Orta hədlərin hasili bərabər olmalıdır, kənar hədlərin hasili. Əgər bu hasillər bir-birinə bərabərdirsə, deməli bu nədir? Tənasübdür. Ay sağ ol. Tənasüb bu formada yazılanda tənasüblə tənliklər əldə edəcəyik. Daha doğrusu keçən dərs izah elədim. Keçən il keçmişsiniz. Bu illəri təkrar edirik. Tənasübdə deyir sənə tənlik verilib, deyir tənasüb ilə həll elə. Tənasüb ilə x-i tap. Necə eləyərsən?
Tənasübdə çarpaz vurmadır. A-nı vuracaqsan D-yə, B-ni də vuracaqsan C-yə bərabər eləyəcəksən. Oldu mu? Buna deyirik nə? Tənasübün nəzəriyyəsi. Öyrəndik. Qaydası. Nə idi? Tənasübün əsas xassəsi nə idi? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Misal da göstərdik burada. Eyni zamanda tənasübü burada belə eləyəndə birinci kəsrin sürəti ilə ikincinin məxrəci, ikinci kəsrin sürəti ilə birincinin məxrəcinin hasili bir-birinə nədir? Bərabər. Oldu mu? Sən bir dənə ekran şəkli zəhmət olmasa götür. Ekran şəkli götürə bilirsən. Ben bir dəfə Gəlsən, Nazlı. şəklini seçim. Orada qıraqlı ürmə var, götür də. Dəymə, özüm eləyəcəm. Bu. Ben bir də seçilir. Bada, Ben bu bir deyil. değil. Ona basın. Bitti. Bax uşaqlar, dərsliyinizdə bir-iki dənə tapşırıq eləyəcək, sonra keçərik yeni aldığımız kitaba. Yaxşı? İnşallah din bilmirəm, o yeni nəşr oldu, olmadı, olmadısa ev yox. Köhnə deyəndə keçənkindən işləyərik. Heç olmaz. Onu silirəm. Demək, dərslikdə səhifə 44-də bəzi məsələlərdən izahlar verim sizə. Məsələn üçün yazılıb ki, 5-ci tapşırıq çox asandır, 5 çox asandır. Bizə deyir ki, kənar hədlərin hasili orta nisbətlərin, bunlar asandır. Gəlin yazaq 7. Səhifə 44-dən. 7-də belə bir məsələ var. E bəndi. Yazılıb ki, 7 bölünsün 3 bərabərdir 5 bölünsün x-ə. Deyir, tənliyə həll et. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Uyğun olaraq bu cür yaz, həll edəm. Mən də elə eləyəcəm. Baxın bura. İndicə nə dedim sizə? Dedim ki, orta hədlərin hasili kənar hədlərin hasilinə nədir? Bərabərdir. Ay sağ ol, bərabərdir. Bunu dəyişin. Uşaqlar, həmişə yadınızda qalsın. X hardadır, kənardadır, düzdür. Biz öyrəşmişik axı x sol tərəfimizdə olsun, ədəd sağ tərəfimizdə. O zaman naib birinci x-dən olanı yazım, sağların, kənar hədlərin hasili. Kənar hədd hansı oldu? 7 və x. Yazaram 7 vur x bərabərdir 3 vur nəyə? 5-ə. Heç bir ixtisar getmədiyi üçün yazaram 7x bərabərdir nəyə? 15-ə. X bərabərdir, baxın necə yazırsınız. 15 bax bu formada, axı tam bölünmür. Ona görə belə nisbət yazıram. Bunu da yazıram 15-in içində neçədən 7 var? 2 tam, 7-də nə? 1. Oldu? Bu oldu cavabımız. Bir dənəsinə yazaq. H bəndi. Yazılıb ki, x plus 2 böl 2 bərabərdir 6 bölünsün nəyə? 3-ə. Baxın uşaqlar, fikir verin bura. Bayaqdan biz bir dənə ədəddən danışırdıq, düzdürmü? Amma burada nə var? Mötərizə var. Gördünüz? İndi bu mötərizə mənim üçün bir həddir. Kənar hədd sayılır. Nə sayılır? Bu kənar hədd, bir də hansıdır kənar hədd? 3. Yazıram x plus 2 kənar həddlərin hasili. Bu nəyə? 3 yazdı. 3 yazdı. Burada nə olur? Hə, 2, bağışlayın. X plus 2 vur nə? 3. Bərabərdir. 6 vurulsun nəyə? 2'ye. Bax, minarə. Orta hədd. Buraya yazıram nə? Orta hədd. Bunlar da oldu nə? Kənar hədd. Kənar həddlərin hasili nəyə bərabərdir? Orta həddlərin hasilinə. Uşaqlar, yazdıq bu hasilidən, baxırıq. Hələ görək ixtisar gedən varmı Mehdi? 6 ilə 3 nə olur? İxtisar gedir. Tələsməyin də vurmağa. Yaxşı mı? Həmişə diqqət edin, ixtisar olur. 1, burada nə qalır? 2. İndi yazıram x plus 2 bərabərdir. 2 vur 2 neçə eləyir? X bərabərdir. 4 çıx 2. X nəyə bərabərdir? 2'ye. Oldu mu? Ben böyle rakamlar olmayanda ben matematik özümü tapıramayacağım. Məsələn. İndi kəsinlə yazaq. 7'nin məsələm üçün yazaq B bəndini. 7'nin B bəndi. Yazılıb ki 2 bölünsün 9 bərabərdir. X bölünsün nəyə? 63. Tənasüblə həll edirik. İndicə nə dedim sizə? Çarpaz edirik. Həmişə x-lə başlayın. X hardacə birinci onu vurun. X vur nə? 9. Aha.
bərabərdir. 2 vur nə? 63. 2-ni 63 vurub nə eləyərəm? Bölərəm 9-a. Aferin. Tələsməyin vurmağa. 63-lə 9 ixtisar gedir. Nə qalır burada? 7. Deməli, x burada da 1-dir də. 2 vur 7 neçə eləyir? 14. Məsələn. Sonra. 14'tür. Bəli, bitdi. Bir dənə də görün bu tərəfdə nə var? Mesela var ya. Hansı məsələ? 45-dən. Gəlin yazalım məsələ. Çox gözəl məsələdir. 12 nömrəli. Evdə bunların hamısını qeyd edirsiniz. Yaxşı uşaqlar? Deməli, yazırıq nəyi? Neçə dedim? 12. 12-də görün nə deyir uşaqlar? Deyir düzbucaqlının düz otur. Deyir düzbucaqlının uzunluğu və eyni 4-ün 3 nisbətindədir. Birinci növbədə kənar nə çəkirik? Ay sağ. Düzbucaqlının eyni burada, uzunluğu burada. Düzdürmü? En və nədən söhbət gedir? Uzunluqdan. Deyir ki, düzbucaqlının uzunluğu və eyni 4-3 nisbətindədir. Birinci hansı söz gəlir? Uzunluqdursa 4'ü. Bəli, birinci hansı söz gəlirsə, o öz birinci nisbətdəki ədədini alır. 4x. Deməli, uzunluğa nə yazacaq? 4x. Eynə nə yazacaq? 3x. Ay sağ ol. Sonra deyir ki, düzbucaqlının uzunluğu 6 metr olarsa eyni nə qədərdir? Uşaqlar, düzbucaqlının uzunluğu neçə x-dir? 4x. Demək ki, 4x bərabərdir nəyə? 6 metrə. İndi deyirsiniz ki, müəllimə 6 4-ə bölünmür, çevir santimetrə. Amma sən onluq kəsir bölmə keçmirsən. Niyə bölə bilmirsən ki? Asandır. X bərabərdir 6 bölünsün nəyə? Nəyə ixtisar eləyəcəm bunu? 2'ye. Qalır nə? 3'te 2. 3 böl, 3'də 2 yox, 2'də 3. O deyir 1,5. İndi bizdən nə istəyir burada? Deyir, eni nə qədərdir? Eni nədir uşaqlar? 3x. Onda eni tapmaq üçün 3x bərabərdir. 3'ü də vuracam nəyə? O da neçə eləyir? 4,5. Deməli, uzunluq bizə verilmişdi. Nə qədər idi? 6 metr. Endə nə qədər oldu? 4,5. Birdən perimetr soruşsa, 6 plus 4,5 vur 2. Sahə soruşsa, 6 vur 4,5. Daha yazmıram da hələlə özünüz baxarsınız. Sonra. Mənə, ay mənə. Bir dənə təşəbbüs. Mən orada 3x böyle şey koymuşum. 3'ü bir tamamda bir şey ne yapıyorduk? X artı 1,5 Sadəcə orada mən bərabər yaza bilmədim ki, düzgün yazılış deyil də. Necə 3x bərabərdir, 3 vur, düzgün olmur da ox qoyuram ki, yəni bundan bu alınır, bundan bu alınır ona görə. Mən 45'te 16 verir. Baş üstə, baş üstə. 16-ını da eləyərəm. Gəlin 15-ə baxaq birinci, 15. Yox, 15, silirəm bunu. 15. 1 kilogram kökdən 600 qram şirə alınır. Yazırıq ki, 1 kilogram kök. Bizə nə verir? 600 qram nə verir? Şirə. Aha. Qalanı isə itkiyə gedir. Sizcə itkiyə gedən nə deməkdir? 1 kilogramı əvvəlcə çevirərəm qrama. Nə qədər edir? 400 gram mən içəcəydim. Ay sağ ol. Deməli itkiyə gedir. İtki. 1000 gramdan 600 gram. İtkiyə yazılır. İtkiyə. İtkiyə gedir. Düz yazılmışam. Nə qədər? 1000-dən çıxacaq nəyi? 600. 600'ü nə qədər itkiyə gedir? 400 qram. Bilmirəm nə istəyir. Sadəcə məsələni eləyəndə özüm belə yazıram ki, siz baxın məsələyə necə yanaşarlar. Məsələni 10 dəfə oxuyub tamaşa eləməyin. Nə verilmişdi? Bu alınır. Tez yazdım 1 kilogram neçə qramdır? 1000 qramdır. İtkiyə nə getdi? Tez bunu tapdım. Yaxşı, görün nə istəyirdi. Kök şirəsinin çıxan itkiyə nisbətini tap. 1000 bölü İtki nədir? İtki nədir? 400 gram. Şirə nədir? 600 gram. İndi gör nədir? Kök şirəsinin çıxan itkiyə, şirəsinin çıxan itkiyə. Bu oldu bizim A bəndinin cavabı. Əlbəttə ki, bunlarda nə eləyəcəm? 4 ile 6. 6, 4. Bunlarda nəyə ixtisar gedir? 2-yə.
Nisbət olur 3. Onu da belə yazırlar. Belə. Nisbəti soruşur səndən. 3 bölü 2. 2 kilogram kökdən şirə çəkərkən nə qədər itkiyə gedir? Baxın. Əgər 1 kiloqramdan 600 çıxırsa, bax 1 kiloqramdan 600 şirə çıxırsa, qram şirə çıxırsa, o zaman 2 kiloqramdan 1200 qram şirə çıxır. Əgər 1 kiloqramın itkisi 400. itkisi 400 kilogramın içerisinde 800 olacak. 2 dəfə artır da. 2 kiloqramda itki nə olacaq? 800 qram. Gördünüz necə yazdım? Sonra mənə deyir ki, 2 kiloqram kökdən şirə çəkərkən nə qədər itkiyə gedir? 3C bəndini burada yazın da icazə versəniz. 3 kiloqram kök şirəsi almaq üçün 3 kiloqram kök şirəsi istəyir indi. Fikir ver. Şirəni istəyir ha. Almaq üçün neçə kiloqram kök lazımdır? Bunu necə eləyir? De görün. 5 tane. Ben 5 tane 600 gram çıkardarıq. 300 ama 5 tane de 400 5 tane de 400 gram. Qulaq as deyirəm. Sənin 1 kiloqram kökdən nə qədər çıxırdı? Onu gəlin belə bir şey eləsin mənməsi üçün. 1 kiloqram kök neçə qram idi? 600 1000 qram. 1000 qramdan nə qədər çıxırdı? 600 qram, düzdürmü? İndi gör sən nə deyir? 3 kiloqram kök şirəsi almalısan. 3 kiloqram. 3 kiloqram şirə almaq üçün, şirə buradadır. Yavaş. 5000 belediye 600. Qızım 3 kiloqram şirə lazımdır. 3000 qram şirə lazımdır. 3000 qram. 5000 gram ediyor. Sən indi bax, bu neçə dəfə artdı? 5 tane. Deməli bu 5 dəfə artdısa, sən bunu da 5 dəfə artırmalısan. 5000 gram. 5000 gram. Bu da 5000 qram neçə kiloqramdır? 5 kilogram. Deməli 5 kiloqram təzə kök götürməlisən, yaxşı? Başa düşdünüz yanaşmanı? Nazlı xanım, ekranı götür günə. Saxla. Demək, Nihat, sən neçəni istədim alın? 16. Gəlin bir dənə 16-nı izah edelim, sonra keçək test kitabından işləməyə. 16. Bir qutuda ağ və qırmızı, nömrə 16. Bir qutumuz var burada. Bunda toplar var. Ağ rəng top var. Neçə dənədir? 10 dənə. Qırmızı rəng top var. Qırmızı. 10. O da neçə dənədir? 10 dənə. Gör nə deyir? Bir qutuya 2 ağ top və bir neçə qırmızı top əlavə edildi. Gəl 2 dənə ağ top əlavə edək və bir neçə deyirsə nə yazıram? Aysa. Gör sonra nə deyir? Nə gözəl sualdır bu. Edildikdən sonra ağ və qırmızı topların nisbəti 3-4 oldu. Birinci hansı söz gəlir? Ağ. Ağ və qırmızı toplar. 3-4 nisbət. Deməli ağ oldu nə? 3. Bu da oldu nə? 4x. Gördünüz? Uşaqlar, bunu nə var ki daha həll eləməyə? Əgər 10 plus 2 3x-ə bərabərdirsə, mən yazıram nə? 12 bərabərdir 3x-ə, x-ə nəyə bərabərdir? 4. Gətirirəm, bura qoyuram yerinə. Bu da deyir ki 10x bərabərdir nəyə? 4x-ə. 10 plus x bərabərdir 4x. Uşaqlar, baxın, burada mən nə edəcəm? 5x olur ama. Yox, bir də plus x-i keçirdirəm sağa. Onu saxlayıram burada. 5x. 4x çıx x keçirdirəm sağa. 3x. Elə bil ki, bunu parçalasam x üstə gəl 3x deyil. Bax, x-lər burada var, getdi. Yenə də bax, 10 bərabər olar nəyə? 3x-ə. İndi hələ biz sağa sola keçirməni tam keçməmişik də, ona görə belə yazdım. Nə dedi bizə? 10 üstə gəl x, yox, düz demədik. Mehmet çözemediğini Bak düşündü. ikisi yerine 4 koyma. Ha, x'i tapdıq da. Mən bunu niyə yazıram ki? Heç bunu yazmaq lazım deyil. Bu oldu nə? 4x. X'i neçə tapdıq? 4. Onda yazıram 4 vur 4 bərabər neçə? 16.
Uşaqlar, əgər mən bunu 16 tapdımsa, onda bu x-in yerinə nədir? 6. Demək ki, nə qədər qırmızı top qoyublar? 16'dır. Qırmızı, bağışlayın, mən bayaqlar elə bir nisbəti ayrı-ayrı tapmalıyam ona görə. Qırmızı top oldu neçə dənə? Yazaq ki, əlavə, qırmızı əlavə edilən. Sonuç neçə oldu? 16. Əvvəl neçə dənə vardı? 10. Çıxıram neçə dənə? 6. 6. Cavab nədir? 6. 6. Məsələn, mənə burada da yazıb neçə top əlavə edildi, biz də əlavə ediləni tapdıq. Tapmışam. Bir dənə qulaq asın uşaqlar. Səhifə 41-də 14-də hamınız əziyyət çəkmisiniz. Səhifə 41-də. Hamınız baxın. Deyir 1 kiloqram kişmiş 6 manatdır. 1 kiloqram ərik isə 12 manatdır. Kişmiş ilə əriyin kiloqram nisbəti 3 və 2 kimidir. Bu nə deməkdir? 3x, bu nə deməkdir? 2x. Ay sağ ol. İndi bilməm nə istəyir. Qoy görək. Bir qarışığın kiloqram, 1 kiloqramı neçədir? Heç x yazmaq lazım deyil burada. Bir dənə qulaq asın mənimə. 6 manatdan 3 kiloqram alsa nə qədər verər? 18. Aha. 6 manatdır da 3 kiloqram alır. Bəs 12 manatdan versən? 24 Bunları qarışdıranda tamamı nəyə bərabər 5'e olur? beraber oluyor. 5x-ə. Bərabərdir. Bunların hamısına verilən pul nədir? 5x bərabərdir nəyə? 42. X bərabər 42 bölünsün nəyə? Bu da edir 8,5 manat. Deməli, ortam qiymət 1 kiloqram. Mən nə məsələn, qədər? 8 tamam. Yazanlar düzəlsin. Kim yazıb belə? Ben 4 manat yazdım. Ben 30 yazmışım. Ben Onu şurada başa sal. Ay ben buna bakabilirsin. Qulaq asın. Quşçuluq fermasında saxlanılan qaz və ördəklərin sayı 1-2 nisbətindədir. Mehdi, nömrə 13. Quşçuluq fermasında nə saxlanır? Qaz, diqqətlə qulaq asın bu məsələ. Bir dənə ördək saxlanılır. Deyir ki, 1-2 nisbətindədir. Yəni burada 1x-dir, burada nədir? 2x-dir. Birinci söz hansı gəlirsə, birinci nisbətin birinci həddə odur. Ördək və toyuqların sayı isə, ördək, qulaq asın. 4 Toyuqların sayı isə, birinci nə gəlir? Ördək. 4x və 5x nisbətindədir. Bura biz nəyə diqqət edirsiniz? Bir dənə. Onu düz yazmışsan Mehdi. Ben səhv yazmışam. Ben düz yapmışım. Düz yapmışam. Ben de düz yazmışam. Qulaq asın Düz mənə. yapmışım. Qulaq asın. Burada nə edəcəyik? Bax, fikir verin. Bura olsun Mehdinin fermi. Burada olsun Yusifin ferma sahəsi. İkisi də saxlayır bu quşlardan. Bunlar quşdu sayılır da. Uşaqlar. Ördək bunda 2x-dir. Bunda neçə x-dir? 4x. Kimdə çoxdur? Ben de. Onu elə etməlisən ki, bir həyətdəsiz də 2 qardaşsınız. Mən Deyirsən, ay qardaş, mən istəyirəm mənim ördəklərimin sayı da sənin ördəklərinin sayı qədər olsun. Bu məsələnin gedişatıdır. Bir neyiniyək? Deyirsən də artır, yemini yaxşı ver, vitamin yaxşı ver, yaxşı ot ver, yaxşı çörək ver. O zaman güzel. Nə verirsən? Deyirsən, hə, gəl sənə başa salın, bilsən nə verirəm? Vur 2-yə. Ördəyi verirsə qaza da verir. Buna veriləni, bu qazı tutmusan ki, boğazını sən yeməyə ördək yesin. Elə Qaza da ikisi, verməli. ikisi də bir yerdədir də. Deməli, bu da yeyəcək bundan. Bərabərləşdirdi. Ben niye çevirdim? Çünki səndən istəyir Ördəkləri eyni adlılar mütləq bərabər olmalıdır. Başa düşdünüz? İndi bu da bunun fermasıdır da. Ördəyə yaxşı yemək verdi, qaza verməyəcək. İndi, bax fikir ver. İndi mənə sual, söz yoxdur. Burada qaz bunda var, səndə yoxdur da. Qaz yoxdur, səndə toy yoxdur, dəxli yoxdur. Əsas olan eynini bərabərləşdirməlisən. Bərabərləşdirdin, oldu 4x, bu da oldu nə? 2x. Gördün? Çiçək, sən də səhv eləmişsən, qulaq as. Artıq bərabərləşdirdik ördəklərin sayını. İndi bizə deyir ki, bir nəfər gəlir, bir alıcıdır, fermerdir, iş qurmuşuq özümüz üçün. Bir alıcı gəlir, məsələn, Kənan gəlir, alıcıdır. Siz də müdürlərsiniz. Fermanın müdürləri iki qardaş. Kənan deyir, nə qədər malınız var da, heyvanınız var.
Deyirsən qaz var, ördək var, toyuq var. Deyirsən toplam nə qədərdir? 1320. Deyirsən ki 1320 dənədir. Deyir hansından nə qədərdir? Tez deyirsən. Qaz nə 2x. qədərdir? 2x. Sakit, sakit. Ördəyi neçə elədik bərabərləşdik? 4x. Toyuğu nə? 5x. 5x. Beraber 1320. 11x. 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 Kənan, nə olar qışqırma? Oxuyanda ləzzət edir, mən bunu qışqırmadan. Ben 11x beraber. Aferin. Kənan həm videoya çox gözəl baxıb, X keçən bərabər dərsə çox 120. gözəl qulaq asıb ki, X de beraber 120. x də bərabərdir 1320 bölürük nəyə? 10. 120. Uşaqlar, indi ayrı-ayrılıqda hesabat verim nə olsun ki ferma müdürə? Ferma müdürü də savadlı olmalıdır, malını saymağı bilməlidir. Hansı nə qədər verməyi bilməlidir. Pulu alacaq, əsas məsələ pulun hesabını bilməlidir. Düzdür, Nay? Mən qaz olacaq, mənim 200. X'i tapdın nə? 120. Gətir indi. 2x qazdır. Qaz 2x'dir. Bax, kimsə tapıb bu 120'yi. Dayanmasın. Kimsə var idi sən. Müqayət, dayanmırsan. Sakit də, nə olar? Yazıram da. Ördək. 4'e bırakıyoruz. 4'e bırakıyoruz. O birinde 5'e vuracak. 125. Toyuğu da 125. 5x'dir. O da 5 beraber bunlar. 600. Anladıq inşallah. Bəli. Yaxşı mı? Bir daha götürürüz. Ben bakmışım sizin. Ekranı götürmə bana. Dərsə baxsanız bəsdir, bir elə baxın. Mən əməkdəyəm biz. Nədir? Hamı tez kitabını açsın. Bir dakika. Səhifə 25'də 9. Bir dakika. Səhifə 25 testdən. Test A. A'dan tənasüb. Yazdım ki x minus 4 böl 8 bərabərdir 9 bölünsün 24'ə. Uşaqlar, baxın bunu necə eləyəcək? Bir də mənə diqqətlə qulaq asın. Hamı bura baxsın. Nazlı, baxın bura. Hamı bura baxsın. Necə? Bu ile bir teste düşmüş diye. Qulaq asın Buna mənə. yok o birine. Qulaq asın mənə. Burada nə edəcək? Tənasübdə belə bir iş var. Tənasüb bilirsiniz də bərabər kəsir deməkdir. Düzdür? İki dənə nisbətin bərabər. İndi baxın bura. Bu 24'dür, bu 9'dur. Hər birini nəyə ixtisar eləyəcəm? 3'ü ixtisar eləyəndə sizcə nə olur? İndi baxın, Çiçək. Burada 8'dir, burada Ben hele tapdım. bərabərləşdirin tapın. İşleyek bir ben ona kime. Uşağım sadəcə 11'dir. Ben ne tez oldu? Ekranı götür bağla. Ne tez oldu? O qədər maraqlı keçir ki. Mən bəli bayaq saat 10 oldu rəsmi. Mən bitireyim. Şey nerede ile bilmem hele. Var bir vakta.